Allah'ım, özün Quran-ı Kərimdə vədə vermisən, hər kim məni çağırsa duaların qəbul edərəm. Ya Rabbəl Aləmin, xəstəliklər çoxalır, xəstəliklər günü-gündən sürətlənir. Ya Rabbəl Aləmin, özün dərdlərimizə dərman, xəstələrimizə şəfa, çətinliklərimizi asan elə. Allah'ım, əgər bu bəlaları sən yer üzündən götürməsən, heç kimin qüdrəti çata bilməz götürsün. Ya Rabbəl Aləmin, uşaqlara xatir, qılınan namazlara xatir, beli bükük qocalara xatir, Ya Rabbəl Aləmin, duaları bizdən qəbul elə. Ya Rabbəl Aləmin, ömrümüzün sonuna qədər ağlımızı əlimizdən alma. Sən rəhimsən, sən atadan, anadan və şah damardan yaxınsan. Ya Rabbəl Aləmin, bizi bu aləmdən axirətə əli boş aparma.